Bəlkə də filminin hekayəsi tamam başqa cürə imiş. Bir izləyicimiz çox maraqlı bir teoriya yazıb. Nə vaxtsa zaman maşınını düzəldə bilsən, mütləq başqalarına da kömək elə. Ailəmlə vaxt keçirtmək istəyirəm. Gözləməkdən başına hava gəldi. Bəlkə də filmi sanki keçmişə səyahətlə bağlıdır. İlk baxışda insana elə gəlir ki, bu ənənəvi zamanda səyahət hekayəsidir. Ancaq diqqətli izləyicilər üçün heç də belə deyilmiş. Filmdə görürük ki, ixtiraçı müxtəlif tarixi dövrlərə qayıdıb səhvləri düzəltməyə çalışır. Hətta ilk səhvə, Qabil və Habilin düşmənliyinə qədər gedib çıxır. Lakin hekayədəki işarələr bunu ilə bitmir. Filmin əvvəlində psixoloji xəstələrin çəkdiyinə bənzər rəsmlər divarda görünür. Filmin sonlarında isə müxtəlif qəzetlər, fotolar, kitablar görürük. Bunlar keçmişdən gələn ruhlar barədədir. Bu səhnədən aydın olur ki, ixtiraçının gördüyü bütün ruhlar sadəcə gözünə görünənlərdir. O, əqli sağlamlığını itirib. Üstəlik keçmişə səyahət başlarkən ekran birdən ağarır və ondan sonra keçmişi görürük. Birbaşa göstərilmir. Çünki ona deyilən 99,9% ehtimal gerçəkləşir və ölümün bir addımlığına yaxınlaşır. Bəlkə də film elə zamanda səyahət barədə yox, ağlını itirmiş bir insanın gözünə görsənənlər barədədir. Siz necə düşünürsünüz?